Uzunmüddətli hərbi qulluqçu Pərviz İskəndərlinin intihar etməsində ittiham olunan 2 əsgərin doğmaları mətbuat konfransı keçirərək həbs olunanların təqsirsiz olduqlarını bildiriblər. Əskərlər Şahin Xudiyev, Vüsal İskəndərli, Vidadi Mustafayev və Sabir Musayevə qarşı 331 hərbi qulluqçunun təhqir edilməsi, döyülməsi və ya ona işgəncə verilməsi, 232 hərbi qulluqçular arasında nizamnamədən kənar, münasibətlər və 182-ci hədələməklə tələb etmək maddələrlə ittiham irəli sürülüb. Lakin onlar irəli sürülmüş ittihamları təqzib ediblər, deyə Vüsal İskəndərlinin babası Ələddin İskəndərov və Cavanşir Xudiyevin atası Şahin Xudiyev bildirib. Onların sözlərinə görə törətmədiyi cinayəti əskərlərin boynuna qoymaq istəyirlər. 4 əskərdən yalnız Sabir Musayevin mərhum Pərviz İskəndərli ilə münaqişəsi olub. İyulun 11-də onlar dalaşıblar, amma sonradan barışıblar. Digər hərbiçilərin danışıqlarına istinad edən Ələddin İskəndərov qeyd edib ki, iyulun 13-də axşam kapitan Cavanşir Quliyev Pərvizdən gözünün altındakı qançırın səbəbini soruşub. Kapitan deyib ki, Pərviz İskəndərli cavab verməsə cinayət məsuliyyətinə cəlb ediləcək. Amma əskər yoldaşının adını verməyib. Sonradan kapitan İskəndərliyə bu barədə polkovnikə məruz etməyi əmr edib. Bundan sonra Pərviz İskəndərli yoxa çıxıb və səhər asılmış vəziyyətdə tapılıb. İyulun 14-də 4 əskər qumbaxta salınıb, lakin sonradan onlar İskəndərlini intihar həddinə çatdırmaqda ittiham olunublar. Növbəti gün hərbi hissəyə gələn Şahin Xudiyevin atasına da zabitlər oğlunun əskərin intihar etməsi ilə heç bir əlaqəsi olmadığını bildiriblər. Əskərlərin doğmalarının sözlərinə görə bütün ittiham əskər Kənan Ağasıyevin yalan ifadələri əsasında qurulub. O, müttəhimlərin digər əskərləri döydüklərini iddia edir. Ələddin İskəndərov və Cavanşir Xudiyev istintaqı qeyri-obyektiv aparan hərbi prokurorluğun müstəntiqi Fəxrəddin İsayevdən və müstəntiqlə əlbir olan dövlət vəkili Müşfiq Mehdiyevdən şikayət ediblər. Məhbusların doğmaları deyirlər ki, hərbi hissə yaxınlığında yaşayan yerli sakinlər komandirlərin əskərləri fəhlə kimi mülki şəxslərin yanında işlətdiyini deyiblər. Hüquq müdafiəçisi Ələkbər Məmmədov bildirib ki, bir əskərin ölümü və 4 əskərin həbs olunması orduda özbaşınalığın və anarxiyanın göstəricisidir. Məmmədov hesab edir ki, iş ona görə rezonans doğuracaq ki, mərhumu cəsədi yarıldığı zaman daxili orqanlara alınıb. Mərhumun valideynləri əskərin ölümcül döyüldüyünü, cinayət izlərinin gizlədilməsi üçün intihara təhrik edildiyini hesab etdikləri üçün cəsədin ekskumasiyasına nail olmağa çalışacaqlar. Mənim nəvəm və onunla əlaqədar 4 nəfər də həbs olunub. Günahsız həbs olunurlar. Mən bundan sonra mən demişəm və müstəntiqin özünə də demişəm və indi də deyirəm və bəyan edirəm ki, mən ömrümün axırına kimi həmin bu haqsızlığa qarşı mübarizə aparacağam. Haqsız məhkum olunduqlarına görə və ya cinayət məsuliyyətinə cəlb olunduqlarına görə çalışacaq ki, onlar öz o cinayətkar aşkar olunsun, öz cəzasını alsın. Bu naxaq balalar cəzadan azad olunsunlar. Mən bunu əmin edirəm və sizə də çox böyük ümidlər bəsləyirəm ki, həqiqətin meydana çıxılması üçün, günahsız balaların həbsdən azad olunması üçün lazımi köməklik göstərəsiniz.